Salam müəllimlər, mən indi sizlə 6-cı sinifin 28-ci və sonuncu mövzusu olan geyimi təmir texnologiyası mövzusu haqqında danışacağam. Ümumiyyətlə, geyimin istismar müddətini artırmaqla unutmaq, onu səliqə ilə geyinmək, təmizliyinə diqqət yetirmək lazımdır. Geyimi vaxtında nəzarət etmək lazımdır. Tikiş məmulatlarının təmiri, bəzədilməsi xüsusi bacarıqlara yiyələnməyi tələb edir və bu bacarıqlar furniturların tikilməsindən başlar. Furnitur tikiş sənayesində istifadə edilən köməkçi bir məmulatdır və aşağıda tikiş furniturlarının növləri göstərilmişdir. Hansı ki, şəkil 1-ə nəzər salaq. A. Düymələrdir, rəngarəng düymələr. B. Qarmaq və ilgəklərdir. C. Tikiş basma düyməsi. C. Deşmə basma düyməsi. D. Tokkadır. E. Zəncirli bağlamadır. Ə. Zəncirli askıdır. Bu furniturlar paltarları düymələmək, asmaq, bağlamaq, bərkitmək üçün istifadə edilir. Tikiş furniturlarını seçərkən parçanın xüsusiyyətlərini, modelini, biçimini, məmulatın növünü nəzərə almaq lazımdır. Bu seçim zamanı məmulatın ölçüsü, forması və rəngini unutmaq olmaz. Tikiş furniturlarının tarixi geyimin yarandığı andan başlar. Tikiş furniturları olmadan tikiş mümkün deyil. Tikiş üçün saplar, geyimi düymələmək və bəzəmək üçün tikiş furniturlarının növləri lazımdır. İlk furnitur düymə hesab edilmişdir. Qədim insanlar düymələr əvəzinə geyimin hissələrini bitki, heyvan sümükləri və çubuqlardan olan mil ucluqlarla birləşdirirdilər. Düymənin kim tərəfindən icad edildiyi hələ dəqiq məlum deyil. Bəziləri Yunan, bəziləri Roma olduğunu, bəziləri düymənin Asiyadan gəldiyini iddia edir və əsasən fil sümüyündən hazırlanmışdır. Təyinatına görə palto, yüngül geyim və xüsusi geyim olaraq bölünür. Müxtəlif materiallardan hazırlana bilər. Plastik, metal, taxta, ağac, sümük. Düymələr dizaynına görə fərqlənir. Bəzəkli, bəzəksiz olur. Bəzəklilər naxışlı, metal və dəri örtüklü ola bilirlər. 2 dəlikli, 4 dəlikli olurlar, həmçinin dayaqlı. Əsasən materialın rənginə və bəzəməyə görə seçilirlər. Və yüngül paltarlar üçün düymə parçaya sıx 4-5 tikiş arası ilə tikilir. Üst geyimlərinə düymə ayaq buraxılmaqla tikilir. Ayaq yəni bir düymənin digər düymənin arasındakı məsafəyə deyilir. Parçanın qalınlığından asılı olaraq ayağın hündürlüyü 0,1-0,4 sm olmalıdır. Qarmaq və ilgəklərdən parçanın zəif dartılan sahələrində birləşmə yerini gizlətmək üçün istifadə olunur. Qarmaq və ilgəklər metaldan müxtəlif forma və ölçülərdə hazırlana bilir. Geyimin qamətə görə biçilməsi, bədənə uyğun olması qarmaqlarla təmin edilir. Və adətən bu qadın korsetlərində istifadə edilir. Qadın paltarlarındakı qarmaqların sayı çox və az ola bilər. Bu geyimin materialından və növündən asılı olaraq dəyişir. Qarmaq və ilgəklər parçanın növündən asılı olaraq, hansı ki, həmçinin belə deyim də, materialından, modelindən, yerləşmə yerindən asılı olaraq müxtəlif üsullarla tikilir. 3-4 tikiş arası etmək üçün qarmaqlar 3 yerə, ilgəklər 4 yerə tikilir. Qarmaq bağlayıcının yuxarı hissəsinin alt tərəfində olur. Hansı ki, şəkil 4-də bunlar göstərilibdir. Və bağlama yerinə böyüklük düşməsin deyə kiçik qarmaqlardan istifadə olunur. İlgəklər sapdan hazırlanır. Furnitur yararsız hala gələndə onu dəyişmək lazımdır. Bunun üçün iti uclu kiçik qayçılardan istifadə edilir. Paltarları təmin edərkən qayçı ilə, iynə və ütü ilə təhlükəsiz qaydalarına riayət etmək lazımdır. Artıq 6-cı sinifin sonuna gəldik. Bu mövzumuz da sadə mövzularımızdan biridir. Diqqətlə öyrənin. Uğurlar hər kəsə. Bəyənib, abunə olub, bildirməyi unutmayın.